götürür. Aşırım onda. Bəli, uzunluğun onda biri gəlir. Aşırım deyirlər. Bunu onda bir götürəndə bunu da bunun yarısı qədər götürür. Necə müəllim? Bax, bu kənarı bu hündürlüyün yarısı qədər götürür. Birinci, mən standa sizə deyə bilmirəm, gəl bu rəqəmi götür. Çünki sizdə bəlkə 18 olmayacaq, 16 olacaq. 16 olacaq, 1.8 götür. 1.8, sonda 9. Amma 16 onda nə olacaq? 1.60, sonda 8. 19 onda nə olacaq? 1.9, 0.95. Başa düşdünmü? Bax, bu şəkildə. İndi nə edəcəyik? Biz bunu pusat quracağız. Bizim pusat işimiz bunu necə quracağız? Biz əvvəlcə nə edək? Biz bir yerdən, avtokadda şeydən, bunu sizə mən öyrətmişim. Bir yerdən bir xət çəkmək üçün bizə 2 nöqtə lazım. Bir nöqtədən bir nöqtə birləşdirmək üçün, düzdürmü? Biz onda, bax bu kənardan əvvəlcə nə edəcəm? Bu kənarla, bu nöqtə ilə bu nöqtəyi seçəcəm, düzdürmü? Seçin. Aşağıdan aktiv edin nöqtəyi, ondan sonra seçin. Seçdinizmi? Gəlirəm kopya. Seçdinizmi qızlar? Gəldim kopya. Mən nə qədər istiqaməti eləməliyəm olacaq, istiqamətində 0.9, düzdürmü? Bax. 0.9. Bax, 0.9 eləyəndə məndə oraya bir dənə rəqəm düşdü mü nöqtə? Düşdü. Və çıxıram buradan. Çıxırım. Yox, oturalım. Yox, decəcək, getməzsin, get. Burada heç kim mənim saxlayır. Bəli, bəli. Bu izaf xəncəri bizə yazırlar ki, izafi qəbul. Adil adam oldu. Qoy onun mən birinci nizam məndən danışım. Yox, qoy yox, bizdə istiqaməsində. Biz onda deyək, məktub olsa məktub gətirərsiniz, problem qutarır. Yaxşı, birinci yanımızda. Neçə elədi bu? 0.9 düzdürmü? Getdi. Düzdür? Getdi. Məmməsin onun uzunluğunu hardan bilərəm? Nasıl? O 8-dən 14-ə gəldi. Başdan axıra mənim, baş yuxarı. Aşırım uzunluğu mənim. Onu başdan Quranda gördük də, 6-dan 3 dənə yığdın. Sən 6-dan məsələn, köndə bir 18-dən 18 deyildi. 6-dan 3 deməz. 3 metrdən bir görmüş. 3-dən 6-ya. 6-dan 3-ə vurarım mənim. Hədə. 6 hissə deyək ki, Deyirəm 6 yerə 3 metrdən 6 hissədən ibarət. Sən o Quranda ki, bax buradakı qurdu neyi bax burada. Bunu buradan özün başdan əvvəlcə sxemini qurursun, onu da burada verirsin. Sən məsələn yazsan 2.5-dən 6 dənə, bu olacaq 15 metr olacaq. 3.3-dən olsa olacaq 19 dənə, neçəsi də bax. Düzdürmü? Sən burada getdi mi? Bəli. 90. İndi ortada məndə neçə olmalıdır? Yox, 1.8 metr. Bax, hündürlük qoymuşam oraya, bax. Deməli, mən bunun ortası düz bura deyil mi? Baxın, yenə bunu seçəcəm. Gəl. Düzdür? Kopya. Z istiqamətindən 1.8. Və kopya edəcəm nə? Bəli, 1.8, düzdür? Bəli. Bax, bu getdi mi? Getdi. Və çıxartdım, bunu çıxdım. Düzdür? Və çıxdım. Əməliyyatdan bir şey deyəndə tamamlayın. Alın, qızlar, qız sən deyə bilirsən bunu, elə. Çatmayanda denən mənə çatdırar. Bunu elədik mi? Bax, nöqtələrimizi yaratdım. İndi mən nöqtələrimi birləşdirəcəm. Necə birləşdirirəm? Nə qaldı? Ad element. Harada qaldı? Onda bax, gəldim buraya, düzdürmü? Bax, nöqtə. Bu nöqtələr elə deyil. Ne edirəm? Bax, bundan bunu birləşdirdim. Düzdür? Bundan bunu birləşdirdim. Düzdürmü? Bundan bunu birləşdirdim. Bundan da bunu birləşdirdim. Düzdür? Oldu mu? Bəli, oldu. Və buradan ortadan da bundan bunu birləşdirirəm. Baxın. Alındı? Alındı mənim. Getdi mi? Getdi. Bəli. İndi baxıram, bax özüm. Bunu ancaq məntiqən özünüz çözməsiniz. İndi mən bu xətlərimi çəkməliyəm, düzdürmü? Bax uşaqlar, gəl bunu deyim əvvəlcə. Fermanın, siz hələ bunu keçmişsiniz, gələn semestr. Fermanın yuxarı kəməri var, adları belə adlandırır. Aşağı kəməri var, dirəyi var, dirsəyi var. Bax, bunda deyirlər fermanın yuxarı kəməri, baxın. Daha mən bundan sonra fermanın yuxarı kəməri deyəndə bilin nəyi deyirəm.
Buna deyirəm fermanın aşağı kəməri. Bilin ki, aşağı kəmərdən də məndədən deyir. Buna deyilir dirək. Bax, dirək sözü buradan gəlmər. O birisində də deyilir dirsək. Bax, bildinizmi? Daha mən dirək, dirsək, aşağı kəmər, yuxarı kəmər deyəndə nə olduğunu başa düşəsiniz. Oldu? Yəni, bax, fermanı gələn siz bunu keçəcəksiniz. İndi mən bunu eləmək üçün, bax, bu dirəyi çəkmək üçün mənim burada nöqtəm var. Amma burada nöqtəm yoxdur. Baxın, yuxarıda, birləşdirəm onu. Demək ki, mən bu yuxarı ilə neçə bərabər yerə bölməliyəm? Hər birini 3 bərabər hissəyə, düzdürmü? Necə eləyirəm onda mən onu? Əvvəl yox, əvvəl də bunu seçirəm, düzdür? Gəlirəm hara, bax, bura, baxın. Ara mənim. Həmən bax, bunda bax, bura, baxın. Və bunu seçib, vururam 3-ə, düzdür? Yəni 3 yazıram, düzdürmü? Və 3-ü belə seçəndə, baxın, bu avtomatik 3 yerə bölündü, baxın. Aha, bəli, bölündü. Bax, 4-cü gün. 5-ci. 5-ci, bax bunu. Amma bunu seçin ha. Seçmək o demək ki, ekranda qızarmalıdır yəni. Kızım, seçirsən mi bunu? Ben seçmişim. Onu gəl, bax, bu var mı səndə ekranda? Bu var mı? Bax, oradan 5-ci var, bax burada, bax 5-ci. Bunu seç. 3 yazın. Var, oraya 3 yaz. Və bunu təsdiqlət buradan. Oldu mu? Hamıda oldu mu? İndi bir daha qalıyırəm. İndi yenə gəlirəm bu xəttə. Baxın. İndi nə edirəm? Bax, bundan bunu birləşdirirəm. Baxın, belə. Belə. Belə və belə. Oldu? Hər nöqtə ilə nöqtə birləşdirirəm. Başa mı? Aydındır. İndi bunları çəkmək üçün mən nə eləməliyəm? Təzdən bunları 2 yerə bölməliyəm, düzdürmü? Bax, bunu çəkmək üçün. Onu seçsəm bir də böləcəyim. Onu bir də 2-yə böləcəm. İndi hamısını seçirəm təzdən. Eləsə gəl yuxarıdakilar seç, aşağıdakilar. Bəli, bəli. Mən orada var da 29-30 arasında 41, onu götürməliyim. 41 nədə olur? Mən 41 başa düşürüm. 41 dediyin o, nömrələrə burax, nömrələrlə işiniz yoxdur. Elədiniz mi bunu? İndi təzdən nə edirəm? Baxın, bunu seçirəm, bax bunu seçirəm, bunu seçirəm, bunu seçirəm, bunu, düzdürmü? Düzdür, bunu mu demək istəyirsən, bilmirəm sən nə? Seçdiniz mi bunu yenə? İndi bunu neçəyə böləcəm? 2-yə böləcəm, çünki o nöqtəyə almalıyam, o üçbucağın nöqtəsində. Yəni şəkillə gedirəm, yəni şəkilə baxın oradakına. Belə yerdə nə olacaq? Baxın, bu da 2 yerə böldü, baxın. Belə deyim mən. İndi yenə təzən nə edəcəm? Bax. Bax, belə. Bax, belə. Bax, belə. Sözüm nətər quraram bunu? Baxın. Şey oldu mənim. Da belə, düzdür? Oldu mu hamıda? Kimdə olmadıysa desin. Qurdunuz da, bu formülü qurdunuz hamı. Alındı? Bəli. Və buradan çıxırıq. Qurduq bunun hamısını və bu elementi qurdum. İndi bu nömrələri düzəltmək üçün yoldaşım bayaq deyir. Gəlirsiniz bu pakovkaya. Və bax, bunların hamısını aktiv edin verəm. Sütaburun aktiv olsun. Və bax, bunu belə eləyir. Bunu eləyəndə baxın, 1, 2, 3, 4 sizin nömrələrinizi aktiv, hamısı ardıcılıqla kompüter özü yığacaq. Mən bir də sualım var. Biz yuxarıdakı fermaları artıra bilərik ölçümüzə görə. Ölçüyə görə. Enin demək istəyir. Enini və o fermanı çox. Əlbəttə, sən başdan quracaqsın. Başdan, sən bir şey necə başlayacaqsın uşaq? Yanında bir dənə vərəq qoyacaqsın. Vərəq qoyacaqsın. Vərəqdə deyəcəksən ki, mən bu aşırımımı 20 metr istəyirəm. Bax, diqqətlə deməli. 20 metrdə mən neçə dənə aram var mənim? 1, 2, 3, 4, 5, 6 dənə, düzdür? 20-yi 6-ya böləndə nə? 26-ya tam bölünməyəcək. Bax, mən nə yaza bilərəm? Pəki mən 6 dənə olmalıdır. Nə? Yox, şərt deyil. Əgər 5 dənə eləsən, onda mən 4 yerə bölürəm. 4 dənə, bəli. Məsələn, 5 metr, əgər mən özüm qələbi, məsələn, mən 5 metrədən eləyirəm.
İndi amma burada fermi də çəkək. İndi həmin bu fermi də çəkək ki, bu fermanın bu şeylərini görək burada hali düşür bu. 5-dirsə. Ona uyğun edək. Fermalar o şey. Gəlin. Bax bu fermi indi mən eləyirəm 20 metrə. Düzdürmü? Bax diqqət edin. Bu fermanın yarısı nə eləyir? 10 metrə. Düzdürmü? Yarısı nə eləyir? 10 metrə. 10 metri gəl indi burada 3 yerə böl. 10 metri 3 yerə böləndə 3 onda. tam yox. Çalışır həmişə. Çalışır. Tam bölün. Gəlin belə eləyək. Bunu 4 götürək. 4 götürək. Bunu 10 olmalı deyilmi? Onu 3'e böləndə 3, 3, 4. Düzdürmü? Gəlin belə eləyək. Elə eləyə bilərik, bir tərəfi uzun olsun. Bəli, elə bilərsən. Şimdi mən prosto eyni istəyirəm ki, gəlin bunu sizə çətin olmasın. Mümkündür dediyiniz olsun. Mən sizə gəlin bunu 20'nin yarısını elə 3'e bölən olsun. 3'e bölən neçədir? 9'dur. 24 olsun. Yox, 12 olsun. 27 olur. 12, 15 olsun. 3'e bölündən eləyək əsasən ki, sizə çətin olmasın da. 24 ola bilər. 24 onda bura nə olacaq? 12. 12 olanda onda bura nə olacaq? 4, 4, düzdürmü? Onda biz nə yazacağız? Nə yazacaq? Biz 4'dən neçə dənə yazacaq? 6 dənə yazacaq. Düzdürmü? 4 metrədən. Düz demədim mi? Orada yazanda, bax burada yazanda yazacaq ki, bax burada yazacaq ki, nə? 4'dən 6'na. 4'dən 6 dənə. Aydın. 24. Ona uyğun da avtomatik o çıxacaq. Sonra bunu siləcəm o heç. Hündürlüyün də məsələn 4'dən 1 dənə, 3 onda 5'dən 1 dənə, 3'dən 1 dənə məsələn. Aydın. Mən hökmən 3'e bölməliydi ora. Mən hökmən deyil o. Ümumi proporsiya. Bunu məsələn sən əgər bu 10'dursa, heç bir onu da problem. 5-5 olmaz. Bax belə olar, bax belə deyə bilərsən. Məsələn, məndə bu 20 metrədir. Biraz bu Türklər demiş, qafı işlətməklə. Qafanın 4'ün məsələn yarısı nədir? 20'nin yarısı nədir? 10, düzdür mü? Bax. İndi mən ferma millətləri buna baxan. Fermi quranda həmişə belə qurulur. Kənar. Mən bunu bölürəm bura. Beynimdə deyirəm ki, bura 10'dur. Bura da 10'dur. Düzdür mü? 10'da bura. Mən bu fermanın bu 3 yerə yox, burada 3'e bölürüm. 4 yerə bölürəm. 2 onda. Bax. 1, 2, bax. 1, 2, 3, 4. Düzdürmü səndə? 1, 2, 3, 4. Düzdür bax. 4 yerə bölürəm. Düzdür? Evet. Bax, bu ferman buradan bunu çəkirəm. Buradan bunu çəkirəm. Buradan da balaca bunu çəkirəm. Düzdürmü? Bunları birləşdirdim, baxın. Bunları birləşdirəndə bunları da birləşdirirəm, baxın. Bax, nə fərqi var? Onda sütunların orada sayı çox olacaq. Olsun yəni, fərqi yoxdur. Onun altında da həmən sütunlar. Bunu da belə eləyəndə sonra mən fermə yaratmaq üçün nə çələ eləməliyəm? İndi bu da böyük oldusa belə, miqyasla çəkəndə böyük. Bu da ola bilər. Onda mən bir də sütundan üstə düşməlidir, aşağıdan sütundan. Yəni, onda səndə 1, 2, 3, 4, səndə neçə sütun olacaq? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə. Aşağıdan 9 dənə sütun. Bəli, 9 dənə sütun olacaq. Əfçə. Onda sən nə yazacaqsan buraya? Sən yazacaqsan ki, deməli, 2 onda 5'dən neçə dənə? 8 dənə düzmə istəyir. Hündürlüyün də gözün elə də 4'dən 1 dənə. Sən sütunla, rapor çalışın tam rəqəm eləyək ki, siz incitməsin və 3 tam neçə alınmasın. Düşdün mü? Ona uyğun da, demək onda bu hündürlüyümü neçə götürəcəm? 10'da 1. Bax, həmişə yanındasan. 2 götürəcək. Demək 2 götür. Bu şərt deyil, mən ilkin proporsiya üçün sizə deyirəm. Bunu 2 götürəndə onda bunu neçə götürəcəm? Bir sual var mənim. Aşağının bəs uzunluğunu maksimum nə qədər götürə bilərik? Səndən asıl, yenə deyirəm, Sizdən 100 metr zat götürə bilərəm. Yox, 36 metrdən sonra tamam başqa konuşursunuz. Hə, onda 36 metrdən sonra tamam başqa konuşursunuz. O saata kimi götürürüm. Mən onda 36-nı götürə bilərik. 36 götürəndə bunu bayaq bir sütunlar götürür. O enkəsrlər çox böyük götürməsi var. Hə, onda şey deyək. Məsələn, enkəsrlər çox böyük eləməz. Ki, keçsin sana yetərli. Bəli, götürə bilər. 36'dan çox eləmirik bizə. O var, 100 metrə də var. O başqa tamam mürəkkəb konuşursunuz. Aydındır necə? Əvvəlcə proporsiya sən özün beynində qurmalısın. Sən hansı aralığı istəyirsən?
Yəni bu 3 metrdən bir 3 10. Məsələn 3 10-da 5-dən olanda bu neçədən olur məsələn belə götürəndə 1 2 3 4 5 yəni hə bu 3 10-da 5-dən olanda 21 metr eləyir. 21 biraz düz gəlmir. 10 tam onda 5, 10 tam onda 5-i məsələn 5-ə çox xırda düşür də, yox almır. Biraz bax bu proporsiya Nə çox xırda olsun, nə də çox bəli, xırda nə olsun. çox xırda, nə çox şey. Bu əvvəlcə kənarda sxemini qurmaz, o sxemə uyğun dərəcə bunu yığmaz. Aydındır? Bəli. Deməli, bu pakovkada elədik, bununla da getdi. İndi gəlin, sərhəd şərtlərini təyin edir. Sərhəd şərtlərini təyin eləmək üçün əvvəlcə nə eləyək? Bax, bu uzeli seçin, bir də bu uzelikdən də düyünü seçin də. 1-dən 7. Bəli, 1-dən 7. Burada nə yazacaq buna? X, Z, U, Y-i bunu eləyin. Nədir? X, Z, bir də U, Y-i bunu bağlayın. Bağlamalıyıq da, çünki bağlamalıyıq ya. Dağılmasın. Bəli, sonra da burada bax bunu seçək buna. Bunu da nə eləyirdik? Burada X və Z istiqamətini seçin. Yəni X və Z istiqamətində burada bunu belə seçin. Çox belə deməm. Oldu? Bəli. Mən də yerə bir səhv. Seçdik mi bunu da? Getdik. Ben ikincisini de bilmem. Birinci oldu. İkinci yenə seç kızım bunu. Seçtin mi? Yine birine gitti. Yoksa... Yok, birden 7 seçtiğinden 2 ile bunları seçti. 2-dən Bunları 6-ya. seç, burada ancak bak X seçle bunu elədi. Bunu yoxlamanın metodu nədir? Lupaya gəlin. Bak belə üstə vuramı da görəcəksiniz yəni. 2 ile 6'ın hamısında yəni ki. Necə? Ortadaşlar seçen damsı seçiyor. X ile Z'ti. Elə deməm. Oldu mu? Bəli. Bunu üstə vuranda görebilirsiniz. Bak şöyle, bunu üstə vurur, lupayacaq. Bunun doğruluğu, yanlışlığını görebilirsiniz yani özünüz. Aydın mı? İndi gəlin bura keçək. Burada nə? Bura keçək. Və burada DCF'yi seçək. Doğru mu? Və buradan gəlirdik buraya. Buradan SP'yi seçək. Doğru. Doğru. Bunu da seçək və bunu da bir dənə belə təsdiqlədir. Oldu? Oldu mənim, elədik. Geldin, çata bildin mi oğlum sen? Bak bunu geldin, doğru mu? Sonra geldin mi bunu? Sonra kanalından bunu seçtin mi? SP ile buna vur. Bak böyle vur SP ile. Buradan OK ile. Ve sonradaki headlamp. Sonra buradan da OK ile. Bak buradan. Ve çık buradan. Ne oldu? Elədin mi? Hə, indi gəldi əsas məsələyə. Yorulmuyorsunuz ki. Yorulmuyorsunuz ki. İndi sərtliklər daxil edir. Ən çətin hissələrindən biri. Beton biraz hasaddır. Ən çətin hissələrindən biri, amma eləməli, yəni bunu da öyrənməliyik. İndi bunların en kəsi ölçüləri, sərtlik xarakteristikləri daxil. Yanında gəl, betonda qalınlıq verirdik, elastiklik modulu verirdik, nə bilim, həcm çəkisini verirdik. İndi bunun da gələk, bunun da ölçüləri verək ki, sonra bura daxil edək, həmən elementi biz ala biləyik ki. Onun üçün gəlirik bura, hara gəlirdik bura, düzdürmü? Burada gəlirdik ədə, düzdürmü? İndi bu dəfə burada ikinci dəniz. Bir dəfə bunu seçmişdik, bir dəfə bunu, ikinci dəfə döşəmədə bunu seçmişdik, indi gəlin burada bunu seçək. Burada bütün bu metal elementlərin en kəsikləri var, formaları var. Buna məsələn biz nə deyirik? Kitabı deyirik. Türklər buna profili deyir. Türklər demiş, sizdəki Türklər anlayın, mən onları görürüm. Türklər gəlmir, az gəlir. Biri gəlib gedir, ölsün. Onlar yəni, onların axırı nə olacaq, mən bilmirəm. Mən onları, sən yazıb verirsin də onların. Onlar bir dənə ölkədə filan olmaz, onlar bilirsən, ölkədə filan olmaz, biz də onlara dəstək olmuşuz. Mən hamısı elə qalq edibdim də. Elə mi? O birisi dəstəkdə də elədir.
Buna biz deyirik iki tabir. Onlar da iki tabir iki dənədir uşaqlar. Diqqət edin, bu var, bu var. Bunların fərqi nədir? İki tabirlar, bax belə bir ölçüdə bir dənə konstruksiya var, görürsünüz də. Bunlar eləsinin var, hündürlüyü çox böyükdür. Şimdi orada siz orada göreceksiniz. Mesela orada bir 50 santimetre, 60 santimetre kadar bunlar şapka olur. Bunların adına deyirlər bir sastavlı, bir plakatlı. Bak sastavlı ve plakatlı. Bunun biri deyir quraşıq, biri quraşdırılmışdır. Gələlim bunlar geçecek. Deyək ki, mənə hündürlüyü 60 santimetrelik bir tir lazımdır. İstifadə eləmək üçün və ya bir sütunda istifadə eləmək üçün. Bunu gedib mən bazardan ala bilirəm, hündürlüyünü 60 santimetre. Amma bir də var ki, mənə hündürlüyü 1 metre olan bir tir lazımdır. Bu zavod şəraitində hazırlanmır. Onda mən nə eləməliyəm? Bax, bu tirlərin adı budur, bu elementlərlə. Buna deyirlər zəf, buna deyirlər divar. Biz gedib vərəqləri almalıyıq bazardan. O vərəqləri kəsib buna uyğun onu düzəltməliyik. Başa düşdünmü oyundur? Onun için de bak bunun içine vuranda bak dikkat edin ise. Burada dikkat edin zavod şəraitində bunu bütün avalını falan eləmək mümkündür. Bu zavod şəraitində. Amma bu olan ikinciye bak. Bak bu onda onu yarada bilmirsən. Bunu ancak qaynar eləməlisin bir-birinə. O birisindən ama zavod. Şimdi sizcə bu iki tabirin güvənlidir sizin vəziyyət sözünüz fikrinizə görə yoxsa bu mu? Birincidən emin. Birinci dedim bu mu o mu? Bu. Çünkü niye? Bunun dikkatine bu zavod şəraitində her şey bir var elde rusunu elle düzəldirsən. Bir de bu daha iyi ama bunu istediğin hündürlüğü tapa bilmirsin həmişə. O bayaq sən dedin 36 metre aşırım olanda bu iki tabir 600 yok. Mesela 1 metre lazım sənə. O 1 metreye de bunu tapa bilmirsən. Onda ne eləməlisin? Sən gedib alıb buna deyirlər qura. Yəni quraşdırılaraq bunu düzəltməlisin. Başa düşdün mü? Şimdi biz ama burada gelin bunu seçək. Birinciyi. Birinci bak budur. İşte burada, mənə burada var. Mesela ben 65 kitab axtarıram. Düzdür mü burada? Bakın. Ya 650. Yani 650 milimetre. O hündürlük demək ki 650 milimetre. Şimdi ben burada bunlara bir baxıram. Burada bax, indi məsələ budur. Bax, bunlara bir baxmaq lazımdır. Və bunun içindən görə yoxdur. Bax, məsələn burada görürsən. Bunu bəyəklər belə tapdıq biz. Bax, mora gəlin. Bax, bu mora. Gəldiniz mi mora? Bəli. Oradan bir teklə gəlin buraya. Tekla. H-A-ydı mənim. Hə. Və burada bir dənə baxın, görək burada var. H-A profil sualı. H-A. H-E-A. H-E-A profil sualı. Bunu vur görək. Bax, indi bunu seçəndə görək. Burada var. Bax, gördün, tapdım. Bax. Bax, 600. Tapa bildiniz mi? Evet. Bunu yoxlamaq lazım uşaqlar. Tapdıqca yoxlamaq lazım yəni. Bəli. Aydındır mı? Bu standart da var mı? Bəli, bəli, bunlar standart. Bundan yəni, bunlar bu şərait, bu ölçü, məsələn, Bizə bir dəfə tapılması ölçülərini yoxdur verir. o zaman şəraitdən. Bizə bir dəfə ölçülərini verib. Nə? 64 metr. Neçə? Ölçülərini verib. Bəli, bu qabağına girəndə bunun neçə kilodur, nə? Bunu buradan görə bilərsin. Bunu mu demək istəyirəm? Burada bax, bunların xarakteristikalarını görmək olur. Aydın. Buna nə yazar? Buna yazar kənar sütunlar. İndidən yazar ki, sonra bizi çaşdırmasın. Kənar sütunlar. Amma həmişə Azərbaycan hərfindən istifadə edelim. Kənar sütunlar. Çünki indi biz onları qoyaq ki, sonra bunları təsdiqləyəcək biz. Kənar sütunlar. Okey elədiniz mi? Okey. Öyle diyeyim abi. Yazanlara sorayım. İndi şiveller koyacağız. Okey elədir, yazar. İndi gələk qoşa şiverlər. Qoşa şiverlər neçəlikdir biz də görək. Qoşa 16'lı. İndi gəlin ikinci. Bunu seçdiniz mi? Seçdiniz mi bunu? Seçtiğim abi. Harada qaldın oğlum deyim. Kızlar tapamadınız mı altını? Sami kömək olaraq. Tekliyə gəl, orada birbaşa yox. Orada devamlı gerek aça baxasın onun içində. Onu teklə, mora gəlin, axıra, mora gəlin. Bunu şeyden seçtiniz.
Tapa bildin mi sen? Geldi. Tap onun şeyle altı. Hansıca etmişsiniz? Böyle kancık. Altmış her zaman sonra yokladı. Altı mesela ya TL'ler gibi. Benim de güzeldi. Ya te. Alçaldı. Bir tava bilmezsen güzel. Niye? Onu da bilmem ama kapatayım. Bunlar ölçülmüş ya. Alçaldı. Böyle aşağıda olmuş. Aktif değil. Moral geldi. Önünüzde bir kamyon var. Gitti çok gitti. Geldi. Şimdi, Ama ben de bu seçiyorum. altı, Yazı bunu